Gürcüstanda kriminal qruplarla əlaqəli olan 34 nəfər saxlanılıb. Xüsusi əməliyyatda polis əməkdaşı yaralanıb. Bir nəfər Qabal sakini Mirzə Əliyev isə polislə atışma nəticəsində yerindəcə zərərsizləşdirilib. Bu gün Daxili İşlər Nazirliyində keçirilən brifinqdə nazir müavini Aleksandr Daraxvelidze bildirib ki, 5 cinayət işi üzrə aparılan geniş miqyaslı əməliyyat çərçivəsində saxlanılan şəxslərə qarşı cinayətkarlar aləminə üzv olmaq, kriminal aləmin fəaliyyətinə dəstək vermək və cinayətkar aləmin üzvünə müraciət etmək ittihamları irəli sürülüb. Əməliyyat zamanı Laqodexi rayonunun Qabal kəndində saxlanılmağa cəhd edilən 1973-cü il təvəllüdlü Mirzə Əliyev xüsusi təyinatlılara silahla müqavimət göstərib və atəş açıb. Nəticədə əməkdaşlardan biri döş qəfəsindən ağır yaralanıb. Polis cavab atəşi ilə Mirzə Əliyevi zərərsizləşdirib. Nazirliyin açıqlamasında bildirilib ki, saxlanılan şəxslər uzun müddətdir qanuni oğrularla əlaqə saxlayır, onlardan təlimat alır və maliyyə mübahisələrinə müdaxilə edərək təhdid və zor tətbiq ediblər. Eyni zamanda cinayətkar qruplaşma üzvləri tərəfindən oğru söhbətləri təşkil olunub, şərtlərə əməl etməyən şəxslər cərimələnib və ölüm ilə hədələnib. Məlumata görə, proseslərdə kriminal avtoritet Elmuraz Məmmədov mühüm rol oynayır və ona qarşı qiyabi ittiham irəli sürülüb. Üstəlik, Daxili İşlər Nazirliyi telefon danışıqlarının audio yazılarını da yayıb. Qardaş, istəyirsəm orada bir nəfər var, 20.000 göy oradan pul götürür, deyirlər. Bax, o adamı lazımdır filyada çıxartmaq, qardaş. O nə tər adamdır? Yaşlı adamdır, bir 60'a kimi yok. O qaqaş o pul götürüb oradan. 20.000 pul götürüb, o pul satmalıdır bile $20.000. Qaqaş 20.000 pul götürüb o. O pulu yolundan götürmək lazımdır. Nə də məsləhət olsa mənə zəng eləyə lazım olacaq, orana qoşacaq, danışacaq. Lazım olacaq oranın nömrəsini verəcəm, paslarını yazdı olur. Nə lazım olar? Nə tər oğlu ilə gələ danışarsan. Başa düşdün mü? O bizimdir. Dedim ki, bir tane şans verir. Ben de yani 50 yaşayayım. Yoksa dedim atasının dalını göndereceğim. Ayrılanmış ha. Aldım bir tane şerefsiz var ya ama onu yola saldı. O bizim kənddən öldürmüşdü. Öldürmüşdülər. Sen ne tür kütür? Olur olma. Girilmezse ne tür kütür olsun. Oğurlarla tas nasıl verdin sen? Oğurlar sana bunu kuş koymuyor. Bizler Karabitkinlik olarak zulüm eləməliyik. Has tava dedim oğruyu, ağırlıq sən çərdə vurdurarım. İntikam var onun qorunma. Hadi orada iğaz etdim oğrulara. Krakonunu verdir, çərdə Bildirilib ki, axtarışlar zamanı şübhəlilərin evlərindən kompüter və mobil telefonlar, narkotik vasitələr, odlu silahlar və böyük məbləğdə pul götürülüb. İş üzrə Gürcüstan Cinayət Məcəlləsinin bir neçə maddəsi, o cümlədən qanunsuz silah dövriyyəsi, qəsdən adam öldürməyə cəhd və mütəşəkkil cinayətkarlıq ittihamları ilə istintaq aparılır. Son olaraq isə nazir müavini bildirib ki, Gürcüstan Daxili İşlər Nazirliyi mütəşəkkil cinayətkarlığa qarşı mübarizəni qətiyyətlə davam etdirir və ölkədə cinayət səviyyəsinin tarixi minimuma endirilməsi istiqamətində fəaliyyət göstərəcək.